Fransa prezidenti Emmanuel Macronun həyat yoldaşı Brigitte Macronla Vyetnama rəsmi səfəri zamanı təyyarədən yayılan görüntü müzakirələrə səbəb olub. Global Info xəbər verir ki, prezident və xanımının təyyarəsi Vyetnama çatdıqdan sonra qapılar açılıb və bir neçə maraqlı kadr kameralara düşüb. Görüntülərdə qapı açılarkən Macronun həyat yoldaşı ilə mübahisə etdiyi və xanımının ona şillə vurduğu əks olunub. Macron bu zaman təyyarə qapısının açıq olduğunu görüb və gülümsəyərək kameralara əl edib. Daha sonra onlar təyyarədən eniblər. Lakin Fransa prezidentinin hərəkətləri xüsusi diqqət çəkib. O, sol əlini əsəbi formada bərk sıxıb. Bunun ilk belə mübahisə olmadığı, Brigitte və Macron arasında son zamanlarda gərginliyin müşahidə edildiyi bildirilir. Yelisey sarayının açıqlamasında bunun sadəcə zarafat olduğu qeyd edilib. Videoda prezidentlə həyat yoldaşı səfər başlamazdan əvvəl son zarafatlarını edib və gülüblər. Həmin anlar kameraya düşüb deyə açıqlamada bildirilir. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.